Salam əziz şagirdlər, növbəti suala baxaq. 8-ci sinif sualıdır. Sual belədir. X kvadratı minus 7x üstə gəl 1 bərabər 0 tənliyin üçün kökləri x1, x2 olarsa, kök altda x1 üstə gəl kök altda x2-nin qiymətini tapın. Deməli, bu tənliyin çevrilmiş kvadrat tənliyi olduğunu görürsünüz. X kvadratın əmsalı 1-dir. Bu tənlik üçün V7 yazaq. V teoreminə görə kökləri cəmi x1 üstə gəl x2 bərabərdir 7, x1 vur x2 bərabərdir 1. Buradan istifadə edərək x1 ilə x2-nin cəmi 7-dirsə, deməli, biz x1 üstə gəl x2-ni belə ifadə edə bilərik. x1 üstə gəl x2 bərabərdir. Kök altında x1 üstə gəl kök altında x2-nin mötərizə kvadratı minus 2 vur kök x1 kök x2. Və x1 ilə x2-nin cəmi neçədir? V7-ə görə 7 verilib tənlikdən. Ona görə bu bərabərdir. Bərabərliyi 7 yazırıq. Burada x1 vur x2-nin hasili kök altında 1 olacaq. Yerinə yazırıq. x1 kök altında x1 plus kök altında x2'nin kvadratı bərabərdir 7 üstə gəl 2 vur. Kök altında x1 x2 yazmalıyam bura. Onun da yerinə V7'ə görə 1 yazırıq. Yəni bunun cavabı edir 9. Hər tərəfdən kök alsaq, kvadrat kök alsaq, bərabərliyin hər tərəfindən alınır. Modulda x1 plus x2 bərabərdir kök altında 9. Bu modulun daxili müsbətdir deyə modul daxilindən elə özü çıxır. Müsbətdir deyə. Buradan da 3 çıxır. Yəni tələb olunan cavab 3'dür.